Allah kabul etsin. Amin. Gerçi iş gedir əziz dostlar, maşallah. Mən hesabatı qurtarana qədər Ruslanla Qaryadı kişi də öz üçün burada gördülər. Təsərrüfatçılarımız da gəlibdi. Çağırdım ki, gəlin kölgəyə. Anar qardaşımız da burada otun pişir. İnan Allaha əzizlərim, Allah nəyini adıdır. Bayaq da qeyd elədim videomuzda. Ot biçən tapılmır. O qədər iş var, o qədər iş var. 20 gündür mən gözləyirəm, 20 gündür gözləyirəm. Axırda dedim ki, qardaş, sən belə geçsi deyəsən, bizim bağı pişirə bilməyəsən. Təzədən bax, Anara demişəm, Anar gəlib çıxdı. Vallahi pul qazanmaq istəyirsən, bir dənə 130 manat, 110 manat, bir dənə tırtırı al, günə 50-60 manatın, ölü yerindən 50 manatın var. Sezondur da işte. Sezondur, vallahi buna qışda da tələbat olur. Yoxdur, tapa bilmirik. Şimdi ne olur? 30 manat mən verəcəm, kasıb adamdır. Bir payda qurban payı verəcəm, 60 manata gəlib çıxır. Aparsın yesin də. Videomuzu beğenək, videomuzu paylaşaq, dəstək olaq. Deməli, əzizlərim, bax bu fırmığı kesəndə dedim aya, səhv elədim. Buradan elə bil duruşmanı vuranda dedim sənə bu fırmıqdan da təsbih, amma maşallah olsun, bitdi. Alo. Salam qadın hanım. Nə? Gedirsən yoxsa gedirsiniz? Hə, yaxşı yox, yaxşı yox. Tamam, hə, oldu. Hasarı özündən götür. Oldu qədər. Hə, belə. Bax, senin də vurmuşu, artisan da vurmuşu ki, təsərrüfatçılar sərin sudan istifadə etsinlər. Hə, Kamal əmi. Allah sana ömür versin.
Kamalım, arada sən də deyək güllüyü, səndən də danışıram. O bilsən nədən? Vallahi hələ onun barını görməmişik, ona görə də bilmirik Kamal. Nədir o? Bilmirəm, cəsarətdən gətirmişik. Cəsarət veribdi, axırda qoşdu barsız ola. Deyəsən o vaxtlarına vurdu mənə Kamal əmi. Əmə az çıxılmır da, yabır edir. Ət çəkilməmişsən nəyə bir faydası var, xeyri var. Nə var? Oo, sağ ol ya vallahi. Hadi onlar çıxılmır. Hadi onları istirahat verdin, onları... Gelip gelmez. Ne dersen ben. Yo, Allah verməsin. Mavi ekranda göstərəcəkdən sənə. Kamal deyəndə hamı biləcək ki, Kamaldır. Ben sərəlməndirməmişəm. Allah. Nə bilim, Allah Aslan əmiyə rəhmət eləsin. Düzdüm qoşdum cəzad elədi. Aslan əmi deyib onu. Bir yerdə oturmuştuk, güçlü zəng elədi. Sən də yaşadın üstünə. Çörək diyor. Orada bir şey oldu, insası mənim səndim mən deyirəm. Yaxşı, bir söz deyəcəm, onda razılaşasan məndən. Bax, and olsun Allaha, faktı deyirəm. Niyə məndən danışıyorsun? Azad Usta ilə sizdə işləyirdik. Hə. Sizdə işləyirdik, yaz ayıydı. Badımcan dolmasının nubarı idi. Nəyəcə gün orta badımcan dolması pişirmişdik. Elə bir süfrəyə təzə oturmuşduq, Gürşad gəldi, dedi, ay, mənim qaynanam mən nə qədər çoxdur. Dedim, qaynanam çox istəmir, damirin arasından güdürsə. Bax o olur. Süfrəyə yemək gələn kimi adına qoyursan ki, qaynanam mənim çox. Bax o olur. Elə mi? Faktı mı? O olur. Kamal əmi gözəl insandır, əziz dostlar. Kamal əmi çox gözəl insandır, Allah ömür versin. Qoş, ümumilikdə oldu mu 20 pay? Hörmətli izləyicilər, 20 paydır. 20 pay. Deməli, 12'sini bax burada verəcəyik təsərrüfatçılara, 5'ini də aparır yük yığanlara verəcəyik. Maşına yük yığanlara. Birini ot biçən qardaşa verəcəyik. Kasıb adamdır. Və birini də qarıyaqdı kişi. Vəssalam. Allah qəbul eləsin. İri heyvan idi, çox böyük heyvan idi. İlqar qardaş özü necə demişdi, elə də almışıq. Yekə iri heyvandır. Təxminən 30 kiloya yaxın ət verəcək bir heyvan. 27, 28, bax belə. Axşamınız xeyir olsun əziz zəhmətkeş analar, bacılar. Hamınız xoş gəlmisiniz. Bugün sizlərə qurban payı veririk. Bizim xeyriyyətçi qardaşımız neçə illərdir kanalımıza yardımlar edən Yevlax rayon sakini İlqar qardaşımız tərəfindəndir. İstəyirik ki, o qurban paylarını siz aparıb evinizdə qaynadasınız və duaçı olasınız Yevlaxlı İlqar qardaşımıza. Allah qəbul etsin. Allah qəbul etsin. Allah qurbanı qəbul etsin. Nə niyyət edib, Allah arzusuna çatsın. Niyyəti qəbul olsun. Qurban kəsənin də, faliyanın da, Allah Amin Allah. Amin Allah. Amin. Şirin ağızla inşallah dadasınız. Allah rızasını bol eləsin. Amin Allah. Qazancın Amin. bol eləsin. Allah Sağ olun. qurbanı eləsin. Qanlarını sağ eləsin. Var olun. Şirin ağızla. Şirin ağızla. Kamal əmi, Allah sənin də köməyin olsun. Birini Kamal əmiyə verir usta, birini qoylar bu yerinə. O 5 nəfərdə deyirsən, gedək oradan götürək də, oradadır. Yükləmə işliyinə başlayanlar. Oldu qadanız alım. Halal hoşunuz olsun. Sağ olun. Şirin ağızla. Buyurun anam, buyurun qadanız alım. Şirin ağızla. Sağ olun, var olun, qadanız alım. Allah İlqar qardaş, səni balalarını, canını sağ eləsin, ömrünü uzun eləsin. Kamal əmi çox sağ ol, var ol. Allah köməyin olsun. Nəyin? Orada deyirlər, maşının yanına deyirlər. Oradan uzaq başı zəh vuracağım. Uzaq başı sağa gedim, Kamazın yanına zəh vuracağım, mən uşaqların yanındayım. 5 nəfər deyirlər. Hadi vəsiyo, Ruslan 5 dənə payı maşına qoy qadanalım. 5 dənə payı maşına qoy. Haycan. Ananın payını xala dinlə qoy, gedəndə aparsın qadanam. Qəşək. Maşallah, iri heyvan belə o da, əziz dostlar. Qaryadı ki, Allah köməyində olsun. Allah səni var eləsin, əmican, dayıcan deyə. Qəbul eləsin. Sağ ol qadanalım. Allah səni eldən obadan əks eləməsin. Var ol, Allah səni də canını sağ eləsin. Allah səni də bax bu fəhlələrin,
Ehtiyacı olanların süməyəsi. Teşekkür ederim benim değerli kıymetli qonşum. Sağ ol qadın. İnşallah bu yollarımız asfalt olacak əzizlərim. Bu yollarımız asfalt olacaktır. Texnikalar da işləyir. Allah dövlətimizi qorusun. Qoşa Çınar deyilən yerə gedirik. Qoşa Çınar deyilən yerə. Bizim orada o vaxtı pay torpağımız olub. Biz bu yolu hər gün piyada gedib, piyada gəlirdik. Şimdi hemen yerə gedirik. Təxminən 6 kilometr, 7 kilometr məsafədə yerləşir. Uşaqlar da oturuyorlar. Hamı işte güzəldir maşallah. Kənddə maşallah bir dənə bekar adam tapa bilmirsən də, bekar bir nəfər tapa bilmirsən ki, deyəsən ki, qardaş, gəl sənə bir 20 manat verim, falan işimi gör, yox deyilə bir şey. Bax, texnikalar yük çıxardırlar. Bütün texnikalar yük çıxardır, yük. Kimisi soğan, kimisi taxıl, kimisi arpa, kimisi ot. Kənd təsərrüfatının qaynar vaxtı. Dostlar, sizə bir dənə bir əhvalat danışım. Bax, burada olmuş bir əhvalatdır. Bax, bu yerin üzərində. Deməli, biz pambıq əkmişik. Bizim yerimiz buradan irəlidədir. Burada hardansa yadımda deyil, 20 ilin söhbətini eləyəm mən sizə. Deməli, yataq gəlir, ferma, mal, qoyun. Bu yatağın da içində 20 dənə, 15 dənə, nə bilim, yekə itlər var. Hesabın götürüb bu yolu heç kim piyada getmir ki, fermanın itləri adamı tutur, parçalayır. Nəysə, mamama da demişik ki, mamam da yazır, hər gün bu yolu piyada gedir, pambıq alağa vurmağa, pambıq yığmağa. Pambıq vaxtıdır. Pambıq vaxtıdır. Bax, bu sağımız gün vurur deyən, ona görə kameranı çox seyir tutmur. Bax, burada ya səhv eləmirəmsə, yonca yeridir, nəticə, yəni burada konkret yataq gəlib yerləşib. And olsun Allahın adına, mamam bax, buranı gedirdi, bir gün itlər koma cumdu mamın üstünə. İtlər mən görməmişəm, yəni görənlər deyir, o fermanı yersə, burada o çobanlar deyir ki, o xalaya halaldır. Xala əsil kənd adamıdır, yəni ferma adamı olub dən, itlər onu bildi. Deməli, kom itlər cumub, hürüşə-hürüşədən, mamam inanırsan, əyağını da dəvətmir. Necə yerişlə, sadə yerişlə gedib, o yerişlə gedib, and içirlər ki, itlər, mamam özü də söhbət edir, yəni itlər gəlib 5-10 metr qalanda dayanıb yerində hürüşübdülər. Yəni, bu çoban itlərinin ümumiyyətcə qaydasını deyil. Yəni, o itlər hər saat adama cumub, adama ziyanlıq vurmazlar. Hürərlər, yaxınlaşarlar, amma ziyanlıq vurmurlar. Yəni, onu görüb qaçmayasan. Gələ o itləri gördün, qaçmayasan. Deyir, bizim yerimiz hələ buradan da əynə gedirdi. Bax, buradan da düz gedirdi. Qoy görüm, mən düz gəlmişəm, yoxsa səhv. Mənə verilən koordinat bura gətirir məni. Ayda, səhv gəldim deyəsən. Qoy görək. Həzlərim, buralar piyada nə qədər gəlib getmək olardı bura. Bezirdim. Allah haqqı bezirdim. Quran haqqı bu yolu ağlayırdım. 18-21 yaşım, 20-21 yaşım, 22 yaşım, 20-21-22. Qoy dəqiqin deyim də. Əskərdən qabağı demirəm. Əskərdən qabaq yadımda deyil. Çünki özümüz əkməmişik, sözün düzü, əskərdən qabaq. Amma mən əskərdən gəldim ki, yerimizi özümüz əkmişik. 20, 21, 22 yaşım. Çürüdüb bura məni, çürüdüb. And ol Allaha, çürüdüb məni. Piyada, ay, dağcı bir dağ. Allah'ın bir uzun qulağı, Allah'ın bir atı da yox idi. Allah'ın bir velosipedi yox idi. Piyada nə qədər yol gəlib getmək olardı.
Ay Allah, sağ qurban olaram. Görən düz gedirəm mən. Təxmini gəldim. 100% səhv gedirəm, 100%. Hə, düz gəlmişdir sənə. Qəşəng, hə, Allah. Göyün olan bir öz sözün deyir, ha. Şimdi bura İnamarkanı kim sala bilərdi? Göyün olan bir öz sözün deyir. Yox, düz gəlmişim. Qəşəng. Buralar kolxozun qoruğu olub, heç qıl uşağıydıq. Buralarda mal heyvan olsaydık. Göyün olan bilir belə şeylərə sadiq yaxşı deyil. Heç nə vecnə deyil. Göyün olan bir hardan gəldi keçir. Allah qəbul eləsin qardaş. Fəhlələr əziyyət çəkir, zulüm çəkir. İstidə qovururlar, hamd ol Allaha. Qovururlar, yazıqlar. Min bir əziyyət çəkirlər, min bir zulüm çəkirlər. Ver-birədən, ha, erişəm mən. Nolan biri ver-birə. Nolan bir deyil, Niva. Buna əslində Nolan bir demək olmaz, Niva. Çünki bu hərəkət ancaq Niva eləyə bilir. Bu da kənd həyatımız. Qəşəng. Allah iş anlattığı versin. Zəhmətinizi Allah inşallah həmişə qiymətləndirsin. Ət gətirmişəm sizə, qurban əti. Yevlaxlı İlqar qardaşımız tərəfdən kəsdirilib. Gətirən də, verənin də. Allah köməyiniz olsun. Biraz yığın biz də sizin bu zəhmətinizi lentə götürək. Qoy ver! Ver gəlsin! Allah canını sağ olsun. Deyə bax, belədir, kəsçilərimiz. Sağ olun, əzizlərim. Bax, yük belə yığılır. Qan tərim içərisində. Həqiqətən zəhmət çəkən kişilər var, əziyyətlə balalarına pul qazanan kişilər var. Allah ömürlərini uzun eləsin. Balacaları yığmırsınız maşına? Bu balaca getmir də böyle mi? Yox. Ama oğlum sizin etinizi mən neyiniyim, hara vereyim? Bu nəfər geçsin elə versin sobasını. He. Allah köməyin olsun. Sağ olun. Yaxşı kişiləri. Bunların nəvəskilə gələn sənsən. Emingilə, Əhraman evinin var ya o fikirlərdən. Ha. Bunların nəvəsi. Elə mi? Ha, ona bir ev gittik də, ha? Adı Xəqanı delimsə. Erşən. Erşən, xeyirxalq kişidir. Sənin kimi ora bura getmir. Kişi xeyirxalqdır. Vallahi millət üçün eləyir. Allah sağ dəyməsin. Sağ ol qardaş. Sən gözəl kişisən. Sağ ol. Tamam oğlum, gəlin ətinizi verim qazanalım. 5 nəfərsiz də, elə mi? Ay oğlu. 5 nəfərsiz mi qazanalım? Hə, gəlin qardaş, bagajdadır. Götürün, Yevlaxlı İlqar qardaşımız göndərib. Kəsdirib. Sağ ol qardaşım. Allah kömək olsun. Amma kölgə yerə qoyun ki, düzdür, gündür, gecədir. İstən deyəm, o şibikin yakamazın şeyinə qoyun. Yox, maşınız buradadır. Öz maşınız burada. Hadi yalnız deyirəm, kölgəyə qoyun.
5 dənə paydı. Sağ ol əmi. Allah köməyin Allah olsun. sağda dəyməsin, Allah sana sağ eləsin. Sağ ol qazanalım. Şirin ağızla. Sağ ol. Şirin ağızla. İlqar qardaş, Rəbbim özü öz dərgahında kəsilən qurbanınızı ali dərəcədə qəbul eləsin. Elə bugün burada 20 dənə ailənin qazanını qaynadı. Kasıb ailələr, bax, çörəkləri. Bax, bu zulümlə, bu zillətlə, bu minbir əziyyətlə, tozun, torpağın, tikanın, əncəlin, otun əncəlin içərisindədir. Allah qəbul eləsin. Allah qəbul eləsin. Hörmətli izləyicilər, bizdən bu qədər. Sabah Allahın izni ilə növbəti çəkilişlərimizdə görüşənə qədər. Var olun, qadağanız alınmışsın.